Qardaş onu dayandır sən bir dəqiqə. Siz bizə yaxınlaşmısınız. Bir çəkilişimizi edirik. Sən axı bunu Birinci sizə müdaxilə eləməyin, xahiş bir edirəm. dəqiqə sən onu yenilər aşağı. Xahiş edirəm, Bir dəqiqə qüsur peşə fəaliyyətimizə maneə yaradır. Nə başa düşürəm, aydındır. Rahat supermarketlər şəbəkəsinin qarşısı nə vaxtdan strateji obyekt olub ki? Bunu çək oyna. Mən sana dedim ki, mən sizlərin... Bunu çək oyna da, bunu nə çəksin sən? Siz niyə bizə müdaxilə edirsiniz ki? Çəkmə bunu qabağına. Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Rahat Supermarketlər şəbəkəsinin Xırdalan filialının qeyri-yaşayış sahəsi müsadirə olunub. Bu barədə məlumatı Teleqraf paylaşıb. Qeyd olunur ki, ərazi ümumilikdə 411 kvadratdır və müsadirə olunub dövlət tərəfindən yaxın zamanda hərraca çıxarılacaq. Buranın bazar qiyməti isə 1 milyon manat olduğu bildirilir. Onu da qeyd eləyək ki, iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Bolmart Supermarketlər şəbəkəsinin Səməd Vurğunda yerləşən filialının da bağlanacağına dair bir neçə həftə öncə iddialar paylaşılmışdı. Bunun qabağında çəkiliş eləmə. Rahat market nədir ki, strateji obyektdir ki, bunun qabağında çəkiliş eləmək olmaz? Sən buna rəhbərliyin icazə almısan. Rəhbərlikdən niyə icazə almalıyam? İçəridə çəkiliş eləmirəm ki, kənardayam. Sən mənə başa düşmədin. Strateji obyekti bəy. Bunu qoy qırağa, oğlan kimi söhbət eləyək. Bunun nəzi? Yox, siz mənə yaxınlaşmısınız. Mən sizə yaxınlaşmamışam. Bura strateji obyekt deyil. Sən bu obyektin qabağına git o tərəfə çək. Sizdən icazə alacaq, harda çəkiliş Nə edək? almalısan? Niyə almalıyam? Nətən niyə almalısan? Yol deyə bura. Sən harda gəlir çəkiliş aparmalısan? Yoldur bura. Bunu çək oyna. Mən sana dedim ki, mən sizlərin... Bunu çək oyna da, bunu nə çəksin sən? Ərazinin müsadirə olunduğuna dair iddialar paylaşılıb sosial şəbəkələrdə. O işdən mənim ümumiyyətlə xəbərim yoxdur. Gördüyünüz kimi əziz dostlar, sizlərə hal-hazırda el təbabətində müalicəvi bal kimi sayılan və faydaları bitməklə, deməklə bitməz biyan balı axtaranlar üçün demək istəyirəm ki, biyan balı bizdə həmişə olub və indən sonra da inşallah olacaq. Çünki biyan balı çox faydalı və çox keyfiyyətli müalicəvi əhəmiyyətləri olan bir baldır. Bir şey də nəzərinizə çatdırım ki, biyan bitkisi hətta kökü dərman olan bir bitkidir. Biz bu balı Aran rayonlarımızın birində yetişdiririk. Kim əgər istəsə, bizdə biyan balı da var. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz bütün bu məhsullardır. Sağ olun, var olasınız.